Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan Xalq Qəzeti, Respublika və Bakinski Raboçi qəzeti redaksiyalarına dövlət büdcəsinin vəsaiti hesabına alınacaq qəzet kağızının norması müəyyənləşib. Xəbər verilir ki, bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan Xalq Qəzeti, Respublika və Bakinski Raboçi qəzeti redaksiyalarına maliyyə yardım barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb. Astarada itkin düşmüş hesab edilən balıqçı Turan Həsənov meyidi İrandan tapılıb. Xəbər verilir ki, Xəzər dənizinin İran tərəfində meyit tapılıb. Meyidin itkin düşmüş hesab edilən balıqçı 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvazovuna məxsus olduğu bildirilir. Meyidin Azərbaycan tərəfə verilməsi istiqamətində işlər aparılır. Qeyd edək ki, dünən səhər saatlarında Astara rayonunun Şah Ağac kəndi yaxınlığında balıqçıların biri 1999-cu il təvəllüdlü Ağdəli Həsənovun meyidi tapılıb.